Söhbət Sovetski adlanan ərazidə yerləşən bu Hacı Cavad məscidindən gedir. Tikilinin texniki vəziyyəti və görünüşü ilə bağlı nəsə demək yəqin ki artıqdır. Ötən əsrin əvvəllərindən inşa olunan bu tikili kiçik məhəllə məscidi kimi fəaliyyət göstərsə də, dini icma kimi qeydiyyatdan keçməyib. Üstəlik bina, memarlıq standartları və tarixi görünüşü nəzərə alınmadan bir neçə dəfə təmir olunub. Ətrafda isə geniş miqyaslı işlər gedir. Paytaxtın müasir mədəni simasına xələl gətirən gecəqondu tipli tikillər sökülür. Burada böyük abadlıq işləri görüləcək, paytaxtın ən gözəl parklarından biri salınacaq. Amma bir qrup dırnaqarası təəssübkeş ortaya çıxıb, bu binanın sökülməsinə müqavimət göstərərək məsələni siyasiləşdirməyə cəhd edir. Maraqlıdır, müasir parkın mərkəzində bu cür tikilini görmək istəyi hansı təxəyyülün məhsuludur? Bu addımı heç cür dini təəssübkeşlik, inanclı insanların ibadət ehtiyacı ilə də izah etmək olmaz. Çünki yaxınlıqda paytaxtın ən böyük və qədim məscidlərindən biri olan Təzəpir, habelə İmam Hüseyin, Qasım bəy, Hacı Sultan Əli və Xanım Zəhra məscidləri fəaliyyət göstərir. Bu hadisədən istifadə edib təxribat törətmək istəyən qüvvələrin olduğunu elə buradakı icmanın rəhbərləri də etiraf edib. Belə ki, dini qurumlarla İş üzrə Dövlət Komitəsində icma nümayəndələri ilə görüş keçirilib. Müəyyən şəxslər var idi ki, bu məsələdən məqsədli şəkildə istifadə edib dindarlarla dövlət arasında etimadsızlıq mühiti yaratmağa çalışırdılar. Bəzi təxribatçı şəxslər bunu siyasi don geydirməyə çalışırdılar, amma bunlar müvəffəq ola bilmədi. Elə bugün bir neçə saat bundan öncə həmin məscidin nümayəndələri ilə Dövlət Komitəsində görüş keçirildi. Həmin görüşdə onlar da bir daha bildirdilər ki, onlar da bu cür şəxslərə qarşıdırlar. Məscid ətrafında belə səs-küyün yaranmasının qətiyyən tərəfdarı olmayıbdılar. Dövlətin bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləyirlər. Məlumata görə məscidlə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Talib Bağırzadənin tərəfdarları Qondarma Müsəlman Birliyi Hərəkatının təəssübkeşləridir. Eyni zamanda şübhəsiz ki, bu məsələdə məsələni siyasiləşdirmək cəhdləri oldu. Kimlərsə bunun dinin sıxışdırılması, kimlərsə bunun din abidənin sökülməsi kimi qiymətləndirməyə çalışdılar, amma bu heç də belə deyil. Bütün ölkələrdə abadlıq quruculuq işləri gedir və buna müvafiq olaraq bu və ya digər addım atılır. Görünən odur ki, bu təxribatçılar ölkədə ixtişaş yaratmaq, vətəndaşları, xüsusilə də inanclı insanları dövlətdən narazı salmaq istəyir. Ümumiyyətlə, Azərbaycanda daima bir yenilik ediləndə, abadlıq işi aparılanda, Bakımız gözəlləşəndə burada bir negativ axtarmaq cəhdləri olur. Şübhəsiz ki, burada marağı olan qüvvələr var. Burada xaricdən istiqamətləndirilən anti-Azərbaycan mərkəzli var. Amma hesab edirəm ki, onların niyyətləri baş tutmayacaq. Xaricdən qidalanan bu təxribatçı qüvvələrin məhz İslam həmrəyliyi oyunları ərəfəsini seçməsi də təsadüfi deyil. Onlar bu taktikadan Avropa oyunları, Avroviziya mahnı müsabiqəsi ərəfəsində də istifadə ediblər. Amma təcrübə göstərir ki, o vaxtda istəklərinə çatmayan bu qüvvələrin niyyətləri yenə baş tutmayacaq.